Azərbaycanı Bu, Azərbaycan benzininin Ermənistana çatdığı andır. Ermənistan mediası dekabrın 19-u bu hadisəni canlı yayımda nümayiş etdirib. Ermənistanın baş naziri Nikol Paşinyan isə bunu belə şərh edib. Sülh artıq reallıqdır. Sitatın sonu. Azərbaycan benzinini Ermənistan sosial media istifadəçiləri də şərh ediblər. Artem Abrahamyan yazıb. Ölkə vətənpərvərlik mahnıları oxumaqla, danışmaqla varlanmır, ticarətlə varlanır. Harda ucuzdur, oradan da almaq lazımdır. Aro Darbin adlı istifadəçi isə belə düşünür. İrandan almaq daha düzgün olardı. Varlandırın türkü. Türk sizdən nə alır? O sual edir. Lida Yan isə yazır ki, qonşu ilə sülh nümunəsi bax belə olmalıdır. Hermin Xaçatüryan bu benzini istifadə etmək niyyətində deyil. Nə cür bilək ki, harda satacaqlar, almayaq, o yazıb. Bundan əvvəl Rusiya və Qazaxıstan buğdası da qatarlarla Azərbaycan